Salam değerli xalqımız, hörmətli xalqımız. Allah'tan arzu eləyək ki, hər zaman yaxşı olasınız. Allah cəmi xalqımızı və millətimizi qorusun. Mənim bu müraciətimi çox xahiş edirəm ki, xüsusilə də bizim deməli 1-ci Qarabağ müharibəsinin istər iştirakçısı, istər müharibə əlilimiz, yəni veteran statüsü daşıyan qardaşlarımız, silahdaşlarımız mütləq şəkildə bu məsələdə dəstəyinizi, yəni fikrinizi bildirin. Deməli, mən özüm Gənc Qazilər İctimai Birliyinin idarə heyətinin üzvü Əhmədzadə Elşən. Müraciətim nədən ibarətdir? Çox təəssüflər olsun ki, yəni uzun müddət keçməyinə baxmayaraq, 1-ci Qarabağ müharibəsində, yəni Vətən müharibəsində döyüşən qardaşlara, yoldaşlara, yəni indiyə kimi hər hansı bir medalın yaxud hər hansı bir döyüş nişanının deməli verilməsi ümumiyyətcə təklif olunmuyubdur. Bu həqiqətən bizləri çox üzür. Yəni güman eləyirdik ki, bu deməli 2-ci Vətən müharibəsindən sonra o qardaşlarımıza, o balalarımıza ki, bu medallar tərtib olunanda hardasa 1-ci Qarabağ müharibəsi deməli veteranlarını da nəzərə alanlar, amma ki, təəssüflər olsun ki, bu baş vermədi. İndi 1-ci Qarabağ müharibəsində döyüşən qardaşlarımız bilir ki, o vaxt həqiqətən deməli dövlətimizin yeni formalaşan vaxtı idi. İstər silah tərəfdən, istər deməli təminat tərəfdən həqiqətən çox çətinlik çəkirdik. Və o uzun müddət keçdiyimiz döyüş yolu, yəni bu səbəblərdən həqiqətən çox çətin bir döyüş yolu oldu. Çox təəssüflər olsun ki, həqiqətən bax bu deməli medalın yaxud döyüş nişanının verilməsinin elə bir maliyyəti yoxdur. Yəni bir maliyyə vəsaiti, böyük bir maliyyə vəsaiti lazım deyil ki, onu deməli təklif olunsun, təltif olunsun. Yəni bu həqiqətən çox üzür bizi. Onun sadəcə bir mənəvi tərəfi var ki, həqiqətən bizlər də hiss eləyək ki, 1-ci Qarabağ müharibəsində döyüşmüş deməli vətəndaşlara da bu dövlət tərəfindən hər hansı bir diqqət və qayğı göstərilir. Yəni bu 80 manat müharibə veteranına verilən vəsaitin də çox az olduğunu elə mən buradan vurğulamaq istəyirəm. Bu həqiqətən çox biabırçı bir məbləğdir. Çox təəssüflər olsun, uzun müddət bu vəsait dəyişmədən qalıbdır. Hansı ki, inflyasiyadan qabaq bizə verilən 80 manat indiki deməli hesabatla götürsək ən azı bir 170 manat dəyərində idi. Çox təəssüflər olsun ki, bu vəsait qalxmadı və indi güman eləyirik ki, ümidimiz var ki, mart ayının sonu üçün, mart ayının yəni axırlarına deməli belə bir qərar veriləsidir ki, müharibə veteranlarının da bu vəsaiti inşallah ki qalxasıdır. Amma bir Allaha arzu eləyək ki, bu bir abbası qalxmasın. Allah sizləri var eləsin. Çox xahiş edirəm bizim Qarabağ deməli veteranlarımızdan, döyüşçülərimizdən bu məsələdə dəstək olsunlar. Sağ olun, var olun.